Bugün sizə xarici ölkədə əməliyyat olan bir xəstənin videolarını paylaşacağım. Pasiyentimizin damarları uğurlu bir şəkildə açılır, amma bir il sonra təzədən şikayətləri başlayır və pasiyentimiz bizə gəlir və damarlarında təzədən problem olacağını da qəbul etmək istəmir və biz pasiyentimizi angiografiya alıb damarlarını yoxlayırıq. Bu pasiyentimizə xarici ölkədə 3 dənə stent qoyulur. Gördüyünüz kimi burada tor kimi gördüyümüz şeylər stentlərdir. Bu borulardır və burada haça stent qoyulub pasiyentə və bu damarın içindən axan yerdə bir darlıq olduğunu görəcəksiniz indi. Necə ki, damarın bu hissəsi, hər iki damarın içi daralıb və biz bu pasiyentimizin damarına başqa bir müdaxilə etməyə qərar verdik. İndi biz bu pasiyentimizin damarına kəsici balonlarla damarın içindəki o darlıqları parçaladıq. Daha sonra da stent qoymadan, çünki zaten damarın içində dəmir var, stentin içini dərmanlı balonlar vasitəsilə şişirtdik və haça şəklində balon elədik 2 balonla və damarın son görüntüsü bu cür oldu. Bayaq gördüyünüz o tam tıxalı damarlar artıq bu şəkildə açılıb. Maraqlı olan şey budur ki, bu pasiyentimiz çox bilgili olduğu üçün və daha əvvəlki müdaxiləsi də xarici ölkədə olduğu üçün bir türlü psixolojik olaraq rahatlamırdı və şikayətlərinin keçmədiyini söylüyordu. Biz də xəstəni rahatlatmaq üçün 2 ay sonra pasiyentimizə təkrar angiografiya elədik ki, stent qoymadan, daha əvvəl qoyulmuş stentin içini balonla açdığımız halda damarın necə olduğunu özünə göstərib rahatlaması üçün. Xatırlayırsınızsa bu bölgələrə balon eləmişdik və bu bölgədəki damarın içində bu bölgə, bu 2 damar heç bir yerdə daralma yoxdur və bu şəkildə stentsiz, daha əvvəlcə taxılmış stentin içini əməliyyatsız yolla, balonla düzəltdiyimizi pasiyentə göstərdik və belə müdaxilələr üçün də xarici ölkəyə üz tutmağa gərək yoxdur.